veriliş gedirdi. Mən də buna getmişəm. Demək, Babək prospektindən dostlarımdılar da. Salondan buna Qalemagə maşın götürmüşük. Xanım da özdə, adını çəkməyəcəm, özü bilir. Baxır, sözü bilir. Dedi ki, 50.000 də boşluq qaldı ora. Dedi ki, bəs bunu nə qədərə verə bilərəm? Bu salon işlərdən də insan mənim yaxın dostumdur. Dedi ki, bəs xanım, 6 aya verə bilərsinizsə, biz sizi gözləyək də, sizi salmayaq banka, əziyyət çəkməyin. Dedi, hə, 6 aya mən pulla verə bilərəm. Da söz verdi, bu 50.000 öyle boşluq qaldı, mən varam axarada. Neyse, səhər tezlərindən, mən də ömründə tezlərindən oynandırdım, amma bugün yine sonra oynayacağım. Adam belə pozitiv olur. Həqiqətən. Dedi ki, mübariz, dur təcili bax filan kanala. Buna ne olubdu, dedi, dur bax. Durdum, neyse, kanal çördüm, baxdım ki, xanımın gözlərini bağlayıbdılar. Hələ bir də, o qonağın adını çəkəcəm, qonağın da biri Manaf Ağayevdir. Manaf Ağayevlə aparıcı oğlan girdi bu xanımın qoluna ki, bəs gözünü də bağlayıblar. Xanım, sizə bəs verilişin həyətinə bir sürpriz gəlib. Bu nə idi? Bir də çıxan baxam ki, o boşda qaldığı 50.000'lik maşını gətiriblər orada. Özü də maşını o qabaq ki, o keçmişdəki toylar olur. Kukula kimi maşının qabağını bəziyirdilər. Elə maşını bəziyiblər, arkaya da polunu o şarlardan doldurublar. Əmər xanım, Allah'ın olsun gözümlə gördüğümü deyirəm. Güya ki, bu buna hədiyə gəlibdi. Kimsə, hansısa bir oğlan hədiyə eləyib. Dedim, ay Allah, sana qurban olum. Ölmədim bugün də gördüm. İndi